Aha, başladık. Hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərimiz. O əvəzindən sonra vergülün qoyulması. Bu mövzunu istəmişdi bizim bir abituriyentimiz. Onun xahişini nəzərə alaraq bu izahı verim. Demək, o əvəzindən sonra nə vaxt vergül qoyulur, nə vaxt qoyulur. O əvəzliyi əgər cümlədə sifət əvəz edərsə, yəni cümlə üzvü kimi təyin olarsa, lap açıqlamasını verir, bu suallara cavab verərsə, cümlədə necə, nə cür, hansı suallarına birinə cavab verərsə, onda vergül qoyulur. Mübtada yerində işlənərsə, yəni ismi əvəz edərsə, kim nə hara yox, kim nə suallarına birinə cavab verərsə, biz burada vergül qoya da bilərik, qoymaya da bilərik. Mübtada yerində işlənən o əvəzindən sonra nəyin gəldiyi, yəni hansı nitq hissəsinin gəldiyi önəmlidir. Ona baxıb biz vergülə qərar veririk, qoyaq yoxsa qoymayaq. Demək, mübtada yerində işlənən o budan sonra əgər isim, sifət, say, zərf, fe'li sifət, köməkçi nitq hissələrindən modal söz, nida, xitab köməkçi nitq hissəsi deyil, amma xitab da gələrsə, vergül var. Məsələn, burasındadır ki, burasını deyib, sonra izahını verir. Əgər əvəzlik, fe'l həm təsriflənən fe'llərdən söhbət gedir, həm də məstər və fe'li bağlama. Məstər və fe'li bağlama. Fe'li bağlama, qısa yazdım. Niyə fe'li sifətin adını çəkmədim? Çünki fe'li sifət gələrsə, vergül qoyulur. Biz deyirik ki, o bu, mübtada yerində işlənən o budan sonra əgər fe'l gələrsə, vergül qoyulmur. Sonra deyirik istisna. Fe'li sifət gələrsə, vergül qoyulur. Demək, bütün təsriflənən fe'llər, təsriflənməyənlərdən də məstər fe'li bağlama gələrsə, vergül qoyulmur. Amma fe'li sifət gələrsə, vergül qoyulur. Sonra köməkçi nitq hissələri gələrsə, vergül qoyulur. Burada da yenə deyirik istisna. Hansı istisnalar var? Köməkçi nitq hissələrindən modal söz və nida. Bunları çıxmaq şərti ilə. Məsələ burasındadır ki, burada qoyduğumuz vergül modal sözlə nidanın öz halal vergülləridir. Yəni, bu modal sözlə nida o əvəzliyin tələbi ilə o vergülü qəbul eləmir. Yəni, o bu əvəzliyi olsa da, olmasa da, bu modal sözlə nidada eyni zamanda xitab. Bu üçünün vergülü eynidir. Biz belə demişik də, bunları keçəndə demişdik, modaldır, nidadır, xitabdır. Bunlar cümlənin əvvəlində gələndə özündən sonra, cümlənin ortasında gələndə həm əvvəl, həm sonra, cümlənin sonunda gələndə özündən əvvəl vergül işarəsi qoyulur. Yəni, bu üç şeyi, modal söz, nida, xitabı ətrafındakı sözlərdən, üzvlərdən vergülləri ayırır. Yəni, demək istədiyim odur ki, bir tərəfdən deyirik ki, o əvəzindən sonra, yəni köməkçi hissəsi gələrsə, vergül qoyulmaz. İndi deyəcəksiniz ki, bəs müəllim, burada modal söz və nidanı niyə burada yazmışsınız? Çünki bu onların öz vergülüdür. O, bunun tələbi deyil. Yəni, o, bu olsa da, olmasa da bu vergüləri qəbul edəcək. Gəldik, nümunələr yazmışam, gəlin nümunələrə baxaq. Məsələn, birinci cümləmizə diqqət edək. Deyək ki, o bina bu il tikilir. Hansı bina bu il tikilir? O bina. Görürsünüz, burada təyin yerində iştirak edir. Sifətin sualına cavab verir. Sifəti əvəz edib burada. Və cümlədə təyinin sualına cavab verir. Yəni, belə deyim, sifəti əvəz edən əvəzlik cümlədə təyin yerində iştirak edir. Ona görə burada vergül yoxdur. Ümumiyyətlə, bu vergülü belə yadda saxlayın ki, vergül dediyimiz nədir? Pauza, fasilədir. Bu cümlədə fasiləyə ehtiyac yoxdur. Pauza vermənizə gərək yoxdur. O bina bu il tikilir. Hansı bina? O bina. Bax, o bina. Burada təsəvvür edeyim, biz burada fasilə veririk. O bina bu il tikilir. Yəni, heç cür almadan məntiqsiz bir şey çıxır. O yüzden burada vergül qoymadım. İkinci cümləyə baxaq. Bu, planın bir parçasıdır. Bax, görürsünüz, burada mən pauza verdim, fasilə verdim. Bu vergül onun vergülüdür. Yəni, fasiləyə ehtiyac var burada. Bu, planın bir parçasıdır. Nə planın bir parçasıdır bu? Burada vergül qoydum. Niyə vergül qoydum? Çünki özündən sonra plan sözü isim gəlir. Keçdik ikinci cümləyə. O, gözəllər gözəli Selcandır. Kim gözəllər gözəli Selcandır? O.
mübtada yerində işlənib, özündən sonra sifət gəlib, gözəllər. Baxmayaraq ki, burada sifət isimləşir. Yəni, sifətlər nə qədər isimləşsə belə, yenə sifət olaraq qalır. O yüzden vergi qoydum. Keçdi 3-cü cümləyə. Bu 5 manatdır. Nə 5 manatdır? Bu mübtada yerindədir, özündən sonra sayı gəlib, vergi qoyulur. Keçdi. O irəlidə səni gözləyir. Kim irəlidə səni gözləyir? O mübtada yerindədir. Və özündən sonra zərf gəlib, irəli, yer zərfi gəlib, vergi qoydum. Keçdi. O oxuyan şagirddir. Kim oxuyan şagirddir? O yenə mübtada yerindədir. Özündən sonra an, ən, fe'li sifət. Fe'li sifət gəlib. Vergül qoydum. Mən burada fe'li deyəndə görürsünüz. Dedim ki, fe'li gələndə vergül qoyulmaz. İstisna. Fe'li sifət gələrsə vergül qoyular. Bax, bu həmin fe'lin istisnasıdır. Hansı ki, belə şarı qoyaq. Fe'l olmasına baxmayaraq vergül qoyuldu. İstisnadır. İndi gəldik modal sözə, köməkçi nitq hissələrinə. O əlbəttə gələcək. Əlbəttə gələcək. Əlbəttə modal sözdür. Cümlənin ortasında işlənir. Hər iki tərəfində vergülü var. Bu, onun öz vergülüdür. Hara getsə, özü ilə aparır. Yəni, bu oya dəxli yoxdur. Mən əlbəttə sözünü cümlənin axırına da salsam, vergülü çəkib özündən aparacaq. Məsələn, o gələcək əlbəttə desəm, onda odan sonra vergül qoymayacağım. Çünki odan sonra fe'l gəlir, gələcək. Amma modal söz öz vergülünü özündən aparacaq cümlənin sonuna. Sonra gəldik. Bu aycan, mən istəyən maşındır. Nə mən istəyən maşındır bu? Bundan sonra nə işlətmişəm? Sevinç nidası. Aycan. Yenə həmin proses burada da gedir. Burada nida ortada işlənir. Yəni cümlənin ortasında gəldiyi üçün cümlənin, nidanın hər iki tərəfində vergül qoymuşuq. Bu nidanın öz vergülüdür. Yenə təkrar edirəm. Bu nidanı mən cümlənin sonuna aparsam da vergülü çəkib özündən aparacaq. Demək ki, bu əvəzliyin tələb etdiyi vergül deyil. O yüzden burada yazmışıq ki, yəni o əvəzliyindən sonra mübtada yerində işlənən köməkçi nitq hissəsi gələrsə vergül qoyulmaz. Amma dedim istisna. Burada yazmışam. Modal sözə nə gələrsə vergül qoyulur. Çünki onların öz vergülüdür. Sonra gəldik xitaba. Nə yazmışam? Diqqətlə baxın. O, Nargilə xala, sənin düşmənindir. Mən kimə xitab elədim? Kimə müraciət elədim? Nargilə xalaya. Bu Nargilə xala xitabdır. Cümlənin ortasında gəlir. Mən və məcburum ki, hər iki tərəfindən vergül qoyaq. Bu vergül morfologiyanın yox, sintaksis şöbəsinin, sintaksin tələb etdiyi vergüldür. Xitab ara sözlərində sintaks şöbəsində öyrənmişik, deyilmi? Bu sintaksin, yəni tələbidir. Ona görə xitabın öz vergülü var. Hara aparsa özündən aparacaq. Hara getsə özündən aparasıdır. Burada yazmışdım. Nə yazmışdım? Modal söz, nida, xitab gələrsə vergül var. Öz vergüllər də o üstə. Gəldik. İndi vergül qoyulmayanlar, yəni bax bu hissədə olan fe'l köməkçi hissələr, bunlar gələrsə dedik vergül qoyulmaz. Onların nümunələrini göstərir. Deyirəm ki, o sənin bacındır. O sənin bacındır. Burada kim sənin bacındır? O mübtada yerində işlənib, amma vergül qoymadım. Niyə qoymadım? Çünki özündən sonra əvəzlik gəlir. Sən, şəxs əvəzlik. Biz burada dedik axı ki, əvəzlik gələrsə vergül qoyulmaz. Bu da nümunəsi. Sonra o dedi, bu eşitdir. Kim dedi, kim eşitdir? O dedi, bu dedi. Burada görürsünüz mübtada yerindədir, amma vergül qoymadım. Niyə? Çünki özündən sonra təsriflənən fe'l gəlir. Dedi. Şurada keçmiş zamanda olan fe'ldir. Dedi ki, fe'l gələrsə vergül qoyulmaz. Bu da nümunəsi. Sonra burada köməkçi hissələrdən bağlayacaq baxın. O da məlumdur ki, biz qələbə qazanacağıq. Nə məlumdur o? Mübtada yerində işlənib, amma vergül qoymadım. Niyə? Çünki özündən sonra iştirak bağlayıcısı gəlib. Gəldik ədata. Məsələn, deyirəm ki, o ki səni sevmir. Kim səni sevmir? O, mübtadadır. Amma vergül qoymadım. Niyə vergül qoymadım? Çünki iki ədatı gəlib. Bilirsiniz ki, iki bağlayıcı kimi işlənəndə cümlələri bağlayır və özündən sonra vergül olur. Amma diqqət eləsək görərsiniz ki, burada cümlələri bağlamayıb və özündən sonra vergülü yoxdur. Demək ki, ədatdır. O yüzden vergül qoymadım. Amma belə istisnalar çıxır qabağımıza. Məsələn, bir test var idi, maşinin testi idi.
Orada cevap yazmışdı, yəni şərt qoymuşdu ki, o əvəzindən sonra nə vaxt vergül qoyula bilər. Variantda da bunlardan vermişdi və cavab hamısı idi. Niyə? Belə istisnalar göstərim sizə. Burada dedik ki, əvəzlik gələrsə vergül qoyulmamalıdır, deyilmi? Amma belə hallar çıxır qabağımıza. Burada məcburan qoyan. O, mən və sənəm birgə gedəcək. Burada sadalama intonasiyası var. Yəni, mənim müddəam həmcinsdir. O, mən və sənəm. Bilirsiniz ki, həmcinsliklərdə sadalama intonasiyası olur. Ya vergül qoyuruq, ya da tabidsizlik bağlacılarına istifadə edirik. Hazırda bu cümlədə mən ikisindən də istifadə eləmişəm. Baxın, həm vergüldən, həm də tabidsizlik bağlacısından istifadə eləmişəm. Və buradakı vergül, baxın, odan sonra əvəzlik gəlib, mən. Amma vergül qoymuşam. Çünki bu vergül morfologiyanın, yəni əvəzliyin tələb etdiyi vergül deyil. Bu, həmcins üzvün, sintaksin tələb etdiyi vergüldür. Fikrimi yəqin ki, çatıra bildim sizə tam. İkinci cümlə baxaq. Belə hallarda da, məsələn, əvəzlik gəlib, amma vergül qoyuram. Bilirsiniz ki, əlavələrdə, cümlə zillərin əlavəsində biz iki işarədən istifadə edirik. Həm tire, həm vergül. Baxın, belə bir əlavəli üz yazmışam. Deyirəm ki, bu, yəni sənin bacın günahkardır. Günahkardır. Burada mübtədaya bir əlavə vermişəm. Bu dediyim, yəni izahan verirəm ki, yəni sənin bacın. İndi əlavədə burada tire qoymuşam, amma əlavələrdə unutmayaq ki, biz vergüldən də istifadə edə bilərik. Burada tireni götürüb, yerinə vergül qoysam, nəticə etibarilə, burada mübtəda yerində işlənmiş bu əvəzliyindən sonra, baxmayaraq ki, əvəzlik gəlib, sənin sözü, mən vergül qoydum. Bu vergül, yenə təkrar edirəm, morfologiyanın yox, sintaksisin tələb etdiyi vergüldür. Cümləzlərin əlavəsi əlavənin vergülüdür, əvəzliyin yox, əlavənin vergülüdür. Bax, belə hallarda, istisna hallarda, mübtəda yerində işlənən o əvəzliyindən sonra əgər əvəzlik gələrsə, bax, belə hallarda, hansı ki, sintaksis tələb edir bunu, vergül qoya bilərik. Bu qədər, yəni kimə nəsə aydın olmazsa, şərt bölməsinə yazsın.